Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün Dövlət İmtahan Mərkəzinin test toplusundan Azərbaycanın mineral ehtiyatları mövzusunun ilk 30 test tapşırığının izahı ilə tanış olacağıq. Birinci sual: Azərbaycanın faydalı qazıntılarla zəngin olması nə ilə izah edilir? Düzənlik relyefin üstünlüyü ilə xeyr. B variantı: geoloji quruluşun mürəkkəbliyi ilə bu doğru cavabdır. İkinci sual: Respublikamızda ehtiyatları nisbətən az olan təbii resurslar. Ehtiyatları az olan təbii resurslara biz iqlimi misal göstərə bilmərik. İqlim B variantında yenə çıxır. Meşə, su, günəş enerjisi xeyr. Şirin su, torpaq, meşə və yanar şist ehtiyatları daha azdır. D variantı doğru cavabdır. Üçüncü sual: Respublikamızın iqtisadi cəhətdən daha əhəmiyyətli təbii ehtiyatları. A variantı: neft, təbii qaz, əlvan və qara metal filizləri, aqroqlim və torpaq. Doğru cavab elə A variantıdır. B variantında daş kömür Azərbaycanda yoxdur. Meşə resurslarımız çox azdır. D variantında daş kömür yoxdur ölkəmizdə. Y variantında yenə meşə resursları çox azdır. Dördüncü sual: Azərbaycanın zəngin təbii qaz ehtiyatları əsasən hansı dövrün çöküntülərində daha çox toplanmışdır? Bu əlbəttə ki, 4-cü dövr çöküntüləridir. A variantı doğru cavabdır. Beşinci sual: Kiçik Qafqaz dağlarında faydalı qazıntıların zənginliyinin səbəbi. Bu, maqmatik süxurların ərazidə geniş yayılmasıdır. Doğru cavab A variantıdır. Altıncı sual: Azərbaycanda xörək duzu ehtiyatlarının yerləşdiyi ərazilər. Respublikamızda xörək duzu ehtiyatları Abşeron və Naxçıvan ərazilərində geniş yayılıbdır. Doğru cavab D variantıdır. Yeddinci sual: Azərbaycanda qızıl ehtiyatı aşkar edilən inzibati rayonlar. Quba yoxdur. Kəlbəcər, Zəngilan ikisində də var. Y variantında Oğuz çıxır, B variantında Samux, D variantında hər ikisi çıxır. C variantı doğru cavabdır. 8-ci sual: Kiçik Qafqazda filiz faydalı qazıntıların geniş yayılmasının səbəbi. A variantı maqmatik süxurların geniş yayılması. Doğru cavab elə A variantıdır. 9-cu sual: Böyük Qafqaz dağlarında Kiçik Qafqaza nisbətən filiz faydalı qazıntıların az olmasının səbəbi. A variantı: Böyük Qafqazda çökmə mənşəli süxurların üstünlük təşkil etməsi. Doğru cavab elə A variantıdır. 10-cu sual: Zod qızıl yatağının coğrafi mövqeyinin dəqiq müəyyən edilməsi üçün hansı inzibati rayonun xəritəsi istifadə olunur? Zod qızıl yatağı Kəlbəcər rayonunun ərazisində yerləşir. Ona görə də yerini dəqiq müəyyən etmək üçün Kəlbəcərin xəritəsindən istifadə etmək lazımdır. Cavab C variantı olar. 11-ci sual: Respublikamızın əsas polimetal filiz yataqları. Gümüşlü, Mehmana və Filizçay. Hər üçü elə polimetal yataqlarıdır. A variantı doğru cavabdır. 12-ci sual: Daşkəsən, Gümüşlü, Zəylik yataqlarına müvafiq olaraq uyğun gələn faydalı qazıntılar. Daşkəsən dəmir filizi yatağıdır. Gümüşlü polimetal yatağıdır. Zəylik isə alunit yatağıdır. Doğru cavab B variantı olar. 13. Azərbaycanda zəngin olan təbii resurslar. Neft, təbii qaz, alunit, mineral sular. Hər biri zəngindir, daha çox yayılıb. A doğru cavab kimi götürmək olar. B variantına baxaq. Daş kömür yoxdur. C-də qonur kömür yoxdur ölkəmizdə. D-də təbii qaz, polimetal filizləri, meşə ehtiyatları çox azdır. Y variantında neft, yanar şist, torf, qranit xeyr. Doğru cavab elə A variantıdır. 14-cü sual: Abşeron yarımadasında səthə çıxan mineral bulaqlar. Suraxanı, Vayxır, Naxçı, Abşeronda deyil. C-də Şıx, Qalaaltı. Qalaaltı Abşeronda deyil. Y-də Şıx və Suraxanı ikisi də Abşerondadır. B-də Sirab Abşerona düşmür. D-də də Xaltan Abşerona düşmür. 15-ci sual: Xəzərdə xarici şirkətlərin birgə istismar etdikləri yataqların hansında
daha zəngin təbii qaz ehtiyatları vardır. Bu şahdəniz yatağıdır. Cavab B variantıdır. Digər cavablar da hamısı neft yataqlarıdır onsuz. 16. Diaqçay molibden yatağının və Bədo mineral bulağının yerləşdiyi tektonik zonaları müvafiq olaraq müəyyən edin. Diaqçay yerləşir Kiçik Qafqaz qalxma zonasında, Ordubad rayonunda. Bədo yerləşir Böyük Qafqaz qalxma zonasında. Cavab B variantıdır. 17-ci sual. Respublikamızda polimetal filizlərinin yayıldığı fiziki coğrafi rayonlar. Şərur, Ordubad, Qonaqkənd, Gəncə. Bu yanlışdır. Qarabağ, Talış, Zaqatala, Lahıc yanlışdır. Qazax, Qarabağ, vulkanik yayla yanlış olur. D variantı Günnüt, Qapıcıq, Qarabağ, Qonaqkənd yanlışdır əlbəttə ki. Y variantı Zaqatala, Lahıc, Günnüt, Qapıcıq və Qarabağ doğru cavabdır. 18-ci suala baxaq. Sxemi tamamlayın. Metamorfik mənşəli süxurlarda yayılan faydalı qazıntıdır. Qneys, qranit, qneys metamorfik mənşəlidir. 1 düz gəlir, 2 xörək duzu ehtiyatı yayılıbdır Naxçıvan Muxtar Respublikası və Zuban çökəkliyində. Xeyr, A variantı olmaz. B variantına baxaq. Dəmir filizi metamorfik deyil. Mərmər metamorfikdir. Naxçıvan və Abşeronda da duz var. Bəli. Cavab C variantıdır. 18-ci sualda. 19. Respublikamızın əsas polimetal filiz yataqları. Gümüşlü, Mehmana, Filizçay. Hər üçü polimetal yataqlarıdır. A variantı doğrudur. 20. Azərbaycan Respublikasında faydalı qazıntılara uyğun olan yataqların müvafiq sırası. Hacıbəlli bentonit, Hacıbəlli kvars qumudur. 2-yə A uyğundur. Mehmana polimetaldır. 1-ə B. Daşsalaqlı bentonit giridir. 4-ə D. Civə ağyataqda yerləşir. 3-ə də D variantı uyğundur. Daha doğrusu 4-ə D yox, C yazmaq lazım idi. Deməli 1B, 2A, 3D, 4C. Cavab D variantıdır. 21-ci sual. Doğru olan sıranı müəyyən edin. 1. Alunit zəylikdədir, ancaq Qazax Qarabağ fiziki coğrafi rayonunda deyil. Ona görə 1 yanlışdır. 2. Dəmir filizi Daşkəsəndə Gəncə fiziki coğrafi rayonu doğrudur. 3. Neft Çıraq yatağında Kür arozobalığına düşmür. Dənizdə yerləşir. 3 yanlışdır. 4. Polimetal Filizçayda Zaqatala, Lahıc doğrudur. 5. Polimetal Gümüşlü, Günnüt, Qapıcıq doğrudur. 6. Dəmir filizi Daşkəsəndə Qazax Qarabağ deyil, Gəncə fiziki coğrafi rayonudur. 6 da yanlışdır. Cavab 2, 4 və 5. Y variantı doğru cavabdır. 21-ci sualda. 22. Xəritə sxemə əsasən polimetal filiz yataqlarına uyğun gələn əraziləri müəyyən edin. 2-ni götürmək olar, 6-nı götürmək olar, bir də 3-ü. Cavab C variantıdır. 23-cü sual. Xəritə sxemə əsasən mərmər yataqlarına uyğun gələn əraziləri müəyyən edin. Qubada, Daşkəsəndə, bir də Şərurda. 2, 5, 6. Cavab olacaq B variantı doğru cavabdır. 24. Daş, duz, neft və civə yataqlarının yerləşdiyi əraziləri müvafiq olaraq müəyyən edin. Daş, duz Naxçıvanda 2. Neft götürək 1, Siyəzən. Civəni də götürək 3-ə, Kəlbəcər. Deməli 2, 1, 3. Doğru cavab A variantıdır. 25-ci sual. Polimetal, civə, alunit ehtiyatlarının olduğu fiziki coğrafi rayonların müvafiq ardıcıllığı. Vulkanik yaylada polimetal yoxdur. Lənkəranda həmçinin polimetal yataqları yoxdur. Günnüt Qapıcıqda var. Gəncədə polimetal yoxdur. C variantı yanlış olur. D-də Zaqatala, Lahıcda var. Vulkanik yaylıda civə var. Alunit isə Gəncədə var.
D variantı doğru cavabdır. Y variantında Zaqatala Allahıc uyğun gəlir, qonaq kənd civəyə uyğun gəlmir. 25-də cavab D variantıdır. 26. Polimetal, molibden, mərmər ehtiyatlarının olduğu fiziki coğrafi rayonların müvafiq ardıcıllığı. Polimetal Zaqatala Allahıcda var. Vulkanik yaylada isə molibden yataqları yoxdur. Ona görə A variantı yanlışdır. Araz boyunda mərmər də yoxdur. B variantında Qarabağ polimetal ola bilər. Molibden Günnüt Qapıcıqda, mərmər isə Gəncədə. Gəncə fiziki coğrafi rayonunda. Yəni B variantı doğrudur. Digər cavablara baxaq. Vulkanik yaylada polimetal olmaz. Qarabağda polimetal olar. Zaqatala Allahıcda molibden yoxdur. C və D yanlışdır. Y-də Zaqatala Allahıc, Gəncə, Qazax, Qarabağ. Y variantı da yanlışdır. 27-ci sual. Xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn xaltan, badamlı, isti su, ili su, mineral su mənbələrini müvafiq olaraq müəyyən edin. Xaltan Qubada yerləşir 2. Birinci olacaq 2. Sonra hansını soruşurdu? Badamlı isti su. Badamlı 4, 2, 4. İsti su Kəlbəcərdə 3, yəni ən sonda da ili su Qaxda. Onda cavab olacaq C variantı. 28. Azərbaycanın əsas təbii qaz yataqları. Çovdar barıt yatağıdır, getdi. Şahdəniz qaz yatağıdır. Günəşli neft yatağıdır. Qaradağ qaz yatağıdır. Muradxanlı neft yatağıdır. Doğru cavab Y variantı 2 və 4. 29. Azərbaycanın əsas neft yataqları. 1. Günəşli neftdir. Gürcan neft deyil. Ümid neft deyil. Daha doğrusu bəli, neft deyil. Çıraq neft yatağıdır. Qaradağ olan neft yatağı deyil. Cavab B variantı 1 və 4. 30. Cədvəli tamamlayın. Birinci civə yatağıdır. Olacaqdır civə yatağına Girgəzçay, Narzanlı götürmək olar. Ağyataq, Şorbulaq da götürmək olar. Amma Laçın deyirsə Girgəzçay və yaxud Narzanlı olacaq. A və yaxud B variantları. Göydərə Kəlbəcərdə xromit yatağıdır. İşarəsi budur. Diyaqçay Ordubadda molibden yatağıdır. Olacaq B variantı. Sualların izahı bu qədər. Sağ olun. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.